xəyanət nədir əslində və psixoloji olaraq niyə dağıdıcıdır? Xəyanət münasibətlərin arasında qurulan güvənin pozulmasıdır. Təbii ki, bu iki tərəfli olmur, xəyanət bir tərəfli olur. Amma xəyanəti şuurlu və qeyri-şuurlu xəyanət deyə adlandırırlar və statistik dəyərləndirməyə və təcrübələrə əsasən göstərilib ki, xəyanət qeyri-şuurlu davranışda baş verən çox az faizdir. Xəyanət şuurlu, planlı, etap-etap gedən və istəklə həyata keçirilən bir davranışdır. Xəyanət insanın beynində yaranan impulsivlik nəticəsində baş verən bir hadisədir. Bu güvən münasibətinin pozulması əslində bir insan digərinə tək sir dağarcığı kimi baxmır ki, bütün sirlərini, bütün özünün uğurlarını, uğursuzluqlarını, motivasiyasını və yaxud görəcəyi işləri onunla bərabər paylaşacaq hər bir şeyini vermir. Ən çox ona verdiyi güvən hissidir. Və güvən hissi, elə bir misal var. Sənə güvəndiyim dağlar sənə də qar yağarmış. Və o güvən hissinin parçalanması insanın psixologiyasını darmadağın edir.